Bəli uşaqlar, yayınımız başladı. Mən hazırlaşıram. Bu RSG-nin Nicatın son püşkatması, RSG-nin Nicat e-sportunun son püşkatmasını eləyirik. Çox uzun bir video olacaq mən bilən. Axıra qalanlardan bir dəqiqə gözləyin. Buradaymış, baxın. RSG-nin Nicat e-sportsa A ilə B qrupun elədiyim videoları da var. Hətta B qrupunda birinci deyəsən, axırıncı xanlı oldu. Birinci ya Hey Mehri, Cəbiyeva Mehri. Ya da ki Nicat Nigar oldu. Yadımdan çıxdı. Nicat Nigar olmuşdu. C, D, E, I qrupu qaldı. Mən bugün RSG-nin Nicat e-sportunun son püşkatmasını eləyirəm. İndi görün nələr qalıb. O yüzden bir göydə drone uçur. Püşkatma nəticəsində bir-birlərinə qarşı qalanlar var. Bura yazmadığım bir adam var, yadımdan çıxıb. Hətta girim görüm yaza bilsəm yazacağam. Bura yazıram ortaya. 3 nəfərlik şeydir. HTV şeydir, qalib gəlməmişdi deyəsən. HTV-ni siləcəm. Bunun yerinə Rüqeyyə ABD yazacağam. O da mənim izləyicimdir. Ya ABD. Nəysə belə cür yazdım da. İndi Rüqeyyə ABD-ni yazdım bura. Ay zibil silinmə qıqam. Ay zibil. Rüqeyyə ABD buradadır. İlk qaliblər birinci A qrupunda Hacımode ilə rəsmi Nicatı olmuşdu. Bunlar ikisi bir yerdə Hey Mehri ilə Nicat Nigar'a qarşıdır. İsmail Eminovdan S2 Rüstəm, Sərxan İsmailzadə ilə Ağa Mıvırpiyə qarşıdır. Jalə Əli qızı ilə Rüqeyyə ABD qarşıdır. Cahid Quluzadə, Çığırkiç və Pərişxan Quliyeva. Bunun nəticəsində inşallah indi püşkatmamıza keçəcəyik. Hamıya uğurlar, gördüyünüz kimi. Kanala abunə olun. RSG-nin Nicat çempionatında sizə 3 qəpik veriləcək. Zarafat edirəm. Hər yerdən sancılasınız. RSG-nin Nicatın ən böyük izləyicilərindən biri seçiləsiniz. Və bu püşkatma nəticəsində sizə hamı bu kanalda sizə hörmət eləyəcək də. Burada izləyicilər, onsuz da qalanlar bunlardır. Nəysə. İndi bu HTV deyim, niyə sildim? Çünki HTV əslində Rüqeyyə ABD qalib gəlmişdi. Mən saçıb HTV yazmışdım. Rüqeyyə ABD də izləyicimizdir. Ona buradan sevgilərimi bildirirəm. Böyük izləyicimdir. Buradakı izləyən hamıya, çempionatda olan hamıya sevgilərimi göndərirəm. Bu arada, bu yarışmada qarşı rəqibdə 3 nəfər olduğuna görə Tuncay Ələkbərli qalib gəlmişdi. Yazıram. Belə idi onun adı. Tuncay Ələkbərlini qoyuram elə Rüqeyyə ABD ilə Rüqeyyə ABD ilə şeyin yanına, Jalə Əli qızın yanına. İndi belə cür müharibə deyəcəkdim. Çempionatda qalibləri seçirik. İndi necə olacaq? Hacımodeyə qarşı Hey Mehri, rəsmi Nicatiyə qarşı Nicat Nigarı eləyəcəm. İnşallah görək nə olacaq. Mən o zaman gəlirəm püşkatmaya. Püşkatmamızı elədim. Hey Mehri vs Hacımode. Haydi bastım. Mahnının səsi nəysə. Görək birinci qrupların görək qalibi Hey Mehri olur. Hacımode ilə nə yazıq ki, birinci turda utdu, amma ikinci turda ələndiyi üçün vidalaşırıq. İndi keçin bir dənə qaleriyama. Deməli, Hacımode indi yanın. Hey Mehri qalib gəldi burada. Hacımode'yi çıxardıram. Getdi. Hey Mehri isə qalib gəldi. Davay. İndi isə Nicat Nigar'la rəsmi Nicatını qarşılaşdıracağım. O zaman devam ki, pompa ki. Nicat Nigar və rəsmi Nicatın çempionatına gəldik. Burada mənim izləyicimdir. İkisi də çox böyük izləyicidir. Görək burada nə baş verəcək. Rəsmi Nicatı. Nicat Nigar ələnir. Buradan tez bir də şeydir.
Nicat Nigar ələndi. Burada Hey Mehri ilə Rəsmi Necati qaldı. Hey Mehri ilə Rəsmi Necatidə görək nə olacaq. Hey Mehri vs Rəsmi Necati. Bir dəqiqə. Buradan baxın. Belə olacaq. Çempionata gedən yol belədir. İndi baxırıq bura. Sərxan İsmailzadə Ağa MVP. İsmail Eminovla Sərxan İsmailzadəni edirik o zaman. Haydi. Uşaqlar təsəvvür eləyin ki, bu çempionatı başladandan içmə bir his var ki, İsmail Eminov qazanacaq. Elə cür gəlir, amma hər şey ola bilər, bastım. İndi gözləyici İsmail qazanmayacaq. Haydi, bu çempionatı da eləyirəm və iç gücümə bax, İsmail Eminov qalib gəlir Sərxan İsmailzadəyə. Sərxan İsmailzadəyə qarşı gəldi. Tez yazıram, yadımda qalıb. S2 görüstəm. Qarşı rəqib kim idi? Ağa MVP. Ağa MVP. Dav oyna. İndi getdik. Haydi. Və Ağa MVP ilə kim idi bu? Ağa MVP ilə kim idi bu? S2 görüstəmdə Ağa MVP qazanır. Buradan Sərxan İsmailzadə və Ağa MVP çıxardacağım oyundan gördüyünüz kimi. Məsələn, yox, Rüstəm S2 Rüstəmi. Və Ağa MVP ilə İsmail rəqib qalır. Yəni görüm, ağ elə. Görək burada kim qazanacaq. Buradan qaldı. Yaxşı, İsmail Eminov ilə. Sonra keçirik Jalə Əli qızı, Rüqeyyə ABD, Tuncay Ələkbərli, Çerkiç, Pərişxan Quliyeva və Cahid Qulizadə. Görək kim qalib gələcək. Jalə Əli qızı və Cahid Qulizadənin çempionatına xoş gəldiniz. Haydi. Jalə Əli qızı qoydu. Jalə Əli qızı, Jalə Əli qızı. Buradan Cahid Quluzadəni çıxardıram gördüyünüz kimi. Üzrü say Cahid Quluzadə. Rüqeyyə ABD vs Çerkiç. Haydi. Və Rüqeyyə ABD bu çempionatda yer alır. Çerkiç'i üzrü say sənə də çıxardıram. Son olaraq Pərişxan Quliyeva vs Tuncay Ələkbərli. D qrupuydu, İ qrupudur. Bu nə bilim nə qrupudur. Bu qrup çox qazandı. Ya bu qrupda qalib gələn 100% bu qrupdan olacaq. Tuncay Ələkbərli vs Pərişxan Quliyeva. Başlatdım geçsin DSGN çempionatını. Tuncay Ələkbərli vs Pərişxan Quliyeva. Tuncay Ələkbərli qazanır. Bu qrup İ qrupuydu, nə qrupuydusa. Bütün bu axırıncı qrupun içindən keçdi. Axırıncı qrupda heç kim qalmadı. Və buradan da bu yoldan irəliləmə oldu. Və çempionatın çox böyük söhbətlər olacaq. İndi hamının adını yazmağa gəlirəm. Davay. Girin bu jüya. Buraya yazıram Rəsmi Necati. Hey Rüqeyyə ABD. Jalə Əli qızı. Jalə Əli qızı. Sonra kim? Tuncay Ələkbərli. Tuncay Ələkbərli. Kim var idi? Yanımda baxım. Ağa MVP İsmail Eminov. Ağa MVP İsmail Eminov. Ağa MVP İsmail Eminov. Kim qaldı? Heç kim qalmadı da. Rüqeyyə ABD-ni yazdım da ama. Füso bu qədər. Görək nə olacaq bu çempionatda.
Çempionatın son saniyələrindeyi heyecan verici sahneler, özüm də son olarak burada olacağım. Görək özüm mü qalib gələcəm, yoxsa nə olacaqmı? Buradan bunu bastım, save elə. Başladı, geçsin. Mən özüm utsam da sayılmayacaq o. İkinci olan qazanacaq. Elə belə qoydum özümü. Və Tuncay özüm uduzdum hala. RSG-nin icatı çıxarda bilərəm. Diyan görək. RSG-nin icatı çıxartdım. İndi oyun davam edir. Aydi. Özüm uduzdum. Ay, əlim kesildi ha. Elə belə qoymuşdum aslında özümə. Görək uduzan kim olur? Rəsmi Necati aradan gedir. Rəsmi Necati buracan böyük rol oynadın. Sonra kim uduzdu? Kim uduzmuşdu bundan qabaq? Kim yadımdan çıxdı da axırı. Jalə Əli qızı. O da axırı kimsə axırı getdi də. Çox böyük rol oynadınız. Təşəkkür edirəm. İndi Rəsmi Necatiyi də çıxardırıq. Mən elə bir nəsə səhv elədim amma. Haydi. Davam ki pompa ki. Görək RSG-nin Nicatın çempionatında kim olacaq? Rüqeyyə ABD ilə görüşürük nə deyə sağollaşırıq. Rüqeyyə ABD dəhşət böyük rol oynadın. Təsəvvür et, sənin sayəndə sənin qrupundakı hamı utdu. Ya belə cürdülər. Davam. RSG-nin Nicatın kim çempionatı olacaq? İsmail Eminov getdi. Görək kim qalacaq sonra. İsmail Eminov da çıxardıram. Mənim ümidim qalmışdı. İsmail Eminov qazanacaq deyə. İsmail Eminov sevgilərimi bildirirəm. Hamıya sevgilərimi bildirirəm. Görək kim uduzacaq? Kim uduzacaq? Hey Mehri uduzur. Aga be. Lan abi kim olacaq? Kim olacaq RSG-nin Nicatın çempionatı? Davam. Jalə Əli qızı çıxır. Jalə Əli qızı çıxır. Aga MVP vs Tuncay Ələkbərli. RSG-nin ayağa qalx. RSG-nin Nicatın çempion olacaq insan, adam, nə bilim. Hansı YouTube kanalı çempion olacaq? Hansı? Kim hər yerdən sancılacaq? Kim? RSG-nin Nicatın ən böyük izləyicisi olaraq sayılacaq. Kim hər yerdən sancılacaq? Kim bu kanalda ona hörmət ediləcək? Kim? Tuncay Ələkbərli mi? Aga MVP mi? Basmıram, həyəcanlar duraqda. Cipsimizi, kolamızı hazırlayın. ATV reklamı sundu. Oy, RSG-nin Nicatın çempionatında 2 nəfər qaldı. Kim olacaq uşaqlar çempionatda? Aga MVP-yə qarşı Tuncay Ələkbərli. Görək kim olacaq? 2 nəfər qalıb. Son duraqlar. Görək kim olacaq çempionat? Basmıram. Özüm ən birinci uduzdum olsa. Dedim özüm öz kanalımda çempionat olaram. Özüm ən birinci uduzanlardan oldum. Görək, hələ basmıram. Spinə basmıram. Tuncay Ələkbərli yoxsa Aga MVP. Videonu burada dayandırın. Gedim yorumlara yazın ki kim təxminini tapsa görək də onun yorumuna cavab verəcəm. Aga MVP qazanacaq Tuncay Ələkbərli görəcək. Yazın, gözləyirəm. Səbirlə gözləyirəm. Və basıram. Yuxarıda da Jalə Əli qızın adı yazıb. O da 3-cü yeri tutdu deyəsən bizim çempionatımızda. Çox böyük qalib qazandı.
Basmıram spinə, hələ basmıram. Görün nə vaxtı. Və son olaraq 30-dan sıfıracan sayacağım. Basacağım. Görək çempionatımızda qalib kim olacaq? 30, 115, 30, 29, 28, 26, 25, 24, 23, 22, 21, 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0 bastım geçsin. Kim olacak şampiyon? Yazın. Yazın, yazın. Kim olacak? Tuncay Ələkbərli. Tuncay Ələkbərli kazanır RSG'nin Nicat'ın çempionatını, hiç gözlemezdim bunu. Heyecanlar dayanır. Çempionatı Tuncay Ələkbərli kazanır. Ağam MVP-ni çıxardır. Və çempionata Tuncay Ələkbərli gəlir. Gedək bir də ana ekranımıza. Buradan Ağam MVP silirəm. Ağam MVP kanalımızın böyük dəstəkçisidir. Ona da buradan ürəklərimi bildirirəm. İndi buradan girdim. Buradan gəlirəm, bura sildim. Bura yazacağım adamın adı təbii ki Tuncay Ələkbərli olacaq. Və kanalın çempionu Tuncay Ələkbərli. Ən ortaya kral tacına qoydum, gördüyünüz kimi. Bunu biraz balacalaşdır. Həqiqətən çox həyəcan verici bir video oldu mənim üçün də. Tuncay Ələkbərli burada yerə sallam. İlk qalibimiz rəsmi Necati ilə Hey Mehri olur. 2 ilə 4-cü Ağam MVP ilə İsmail Eminov. Sonra Jalə Əliqızı. Jalə Əliqızının komandası bütün komandaları dağıtdı. Onun komandasında heç kim uduzmadı. Nə Rüqeyyə ABD, nə Jalə Əliqızının özü, nə də ki Tuncay Ələkbərli uduzmadı. Hətta Tuncay Ələkbərli gəlib çempionatlığa çatdı. Və Jalə Əliqızının komandası ilə qarşıdakı rəqib Çerikic, Pərişxan Quliyeva, Cahid Quluzadəyə qarşı böyük rol oynadı və hamısını oyundan sildi. Bu da Jalə Əliqızının komandasının gücünü göstərir. Bu da onun, hamıya deyirəm, o 3 komandada hamı orada liderliyi daşıyır. Bugün çempionat Tuncay Ələkbərli olur. Əgər buradadsa yoruma yazsın. Onu gözləyirəm. Hər yerdən sancılacaq və çempionat elan ediləcək. O zaman sağ olun, mən